Salam. Ürəyinizin düzgün və sağlam işləməsi üçün bu videonu izləyin. Hamınızı xoş gördüm. Videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Əvvəlcə ürəyin düşməni olan məhsulları sadalamaq istəyirəm. Burada birinci yerdə rafinə olunmuş yağlar, trans yağlar gəlir. İkincisi, duzlardan çoxlu istifadə. Üçüncüsü, şəkər və şəkər məhsulları. İndi isə ürəyin sağlam işləməsi üçün ən xeyirli məhsulları bir-bir sadalayım. Burada birinci yerdə yağlı balıq növləri gəlir. İkincisi, meyvə və gilə meyvələr, xüsusilə alma, armud, ərik, gavalı və bütün gilə meyvələr. Üçüncüsü, qoz, badam, fıstıq, püstə və nəhayət dördüncü, yaşılça gündə 2 dəfə şəkərsiz istifadə edin. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.